Yaradılmasından keçən 30 ilə yaxın dövr ərzində Minsk qrupu münaqişənin həllinə nail ola bilmədi. 2020-ci ildən sonra isə Qarabağın işğaldan azad edilməsi ilə Minsk qrupunun fəaliyyətinə de facto son qoyulub. Buna baxmayaraq qrup ad olaraq qalmaqdadır. Bakı strukturun ləğvini tələb edir. Ermənistan isə sözdə ləğvini istəsə də əməli addımlar atmır. Növbəti sujetdə Minsk qrupunun ləğvi prosedurlarını araşdırmışıq. İzləyək. Azərbaycan və Ermənistan arasında imzalanması nəzərdə tutulan sülh müqaviləsinin tərkib hissəsi olan Azərbaycanın torpaqlarını işğaldan azad etməsindən sonra aktuallaşan ATƏT Minsk qrupunun ləğvi. Qrupun ləğvi ilə bağlı Rusiyadan açıqlama gəlib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Sakharova açıqlamasında bildirib ki, Minsk qrupu bütün institutları ilə beynəlxalq danışıqlar formatı kimi bərpa edilə bilməz. Azərbaycan və Ermənistan bununla bağlı rəsmi mövqeyini birlikdə bildirməlidirlər. Bəs Minsk qrupu rəsmi qaydada necə ləğv oluna bilər? Bu strukturun ləğvi üçün bütün üzv dövlətlərin razılığı tələb olunur. Hər hansı üzv dövlətin təşəbbüsü ilə ATƏT dövlət başçıları samitinin keçirilməsi də prosedura daxildir. Rəsmi Bakı Minsk qrupu yüksək səviyyəli planlaşdırma komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz strukturların ləğv edilməsini tələb edir və Ermənistanla birgə müraciətin edilməsini istəyir. Lakin qarşı tərəf buna meyilli deyil. ATƏT-in Minsk qrupu kimi digər bir formatda Ukrayna-Rusiya savaşının gedişatında yaradılıb 2014-cü ildə Krımın işğalından sonra və Donbassdakı separatçı hərəkat başlandığı müddətdə Minsk formatı adlandırılan bir format yaradılsa da bu formatda münaqişənin həllinə və sülh prosesinə nail ola bilmədi. Bu cür ümumiyyətlə formatların effektiv olmadığı bir daha ortaya çıxdı. ATƏT-də qərarlar ümumi razılıq əsasında qəbul edilir. Samitin çağırılması üçün heç bir üzv dövlət etiraz etməməlidir. Belə olan halda Fransanın ATƏT-ə həmsədrliyi paralel olaraq Azərbaycana qarşı olan qərəzli mövqeyi yada düşür və ümumi razılıq məsələsi mümkün görünmür. Digər tərəfdən tələb edilən samitin keçirilməsi də real deyil. Çünki təşkilatın sonuncu samiti 2010-cu ildə keçirilib. Belə olan halda Azərbaycan və Ermənistan məsələdə ortaq mövqeyini nümayiş etdirməli. Minsk qrupunun həqiqətən də iki ölkə arasındakı məsələdə artıq heç bir rol oynamayacağı nəzərə alınmalıdır. Azərbaycan və Ermənistan ATƏT-in bütün üzvlərinə müraciət ünvanlamalıdırlar ki, Minsk qrupunun ləğvi ilə bağlı hər iki ölkənin siyasi iradəsi mövcuddur. Çünki ATƏT konsensus əsasında fəaliyyət göstərir və burada istənilən bir dövlət bu müraciətə, təşəbbüsə qarşı veto hüququndan istifadə edə bilər və bununla bütün proses tormozlanacaqdır. Siyasi şərhçilər deyirlər ki, üzv dövlətlərin və Ermənistanın Minsk qrupunun ləğvini istəməməsi əslində yeni bir təxribatın, iki ölkə münasibətlərinə üçüncü oyunçuları daxil etmək məqsədini güdür. Əlbəttə, bu da iki ölkə münasibətlərini dalana dirir və sülhü gecikdirir.